Xırdalan şəhərinin mərkəzində, Köhnə bazarın arxa hissəsində, 28-ci məhəllədə qanuni 2 otaqlı Leningrad layihəli sizlərə bina evi təqdim edirəm. Təqdimata başladım evimizin qonaq otaq hissəsindən. Tam təmirli, rahatlıqla alıb köçüb yaşaya bilərsiniz. Dəyərli müştərilər, bu evimizin sənədi qupçadır. Dövlət ipotekasından tam olaraq yararlıdır. Mənzilimiz yarı yel çəkən mənzil, ideal təmirlidir. Mənzildə əşyalar qalacaq. Sadəcə qonaq otağı götürüləcək və elektronikaların içindən xaladelnik, kondisioner, televizor, qalan bütün əşyalar qalır. Görürüz, belə bir səliqəli, gözəl görkəmə malik olan qonaq otağımız idi. Evimiz ümumilikdə koridor sistemidir. Solda yataq otağıdır, sağda əsas giriş qapı hissəsidir. Ümumi sanitar qovşaqlarımız ayrı-ayrılıqda. Yəni mənzilə bir qəpik xərc çəkmədən rahatlıqla köçüb yaşaya bilərsiniz. Qonaq otağını təqdim elədim. Videonun sonunda sizlərə yataq otağını təqdim edəcəm. Gəlin sanuz yerləri təqdim edeyim sizə. Ayaq yolsudur. Bura hamam otağımızdır. Baxın, belə bir hamam otağımız var. Ayrı-ayrı olmaqda böyük üstünlükdür. Qeyd etdiyimiz kimi Sənət Qupça şəhərin tam mərkəzində yerləşir. Xırdalan şəhərində 28-ci məhəllədə yerləşir. Bura mətbəx hissəsidir. Paltar yuyan burada qalacaq, soyuducusu çıxacaq mətbəxdən. Baxın, belə bir səliqəli mətbəximiz var. Tam əla təmirlidir. Tam yaşayışlı bir binada yerləşir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın. Sizin də satışda əmlaklarınız varsa, tez bir zamanda satılmasını istəyirsinizsə bizə əlaqə saxlaya bilərsiniz. Bura eyvan hissəmizdir. Geniş görkəmə malik eyvanımız var. Baxın. Görürsünüz, böyük eyvandır. Eyvanda artıq veşlər yığmaq üçün depodur. Kombimiz eyvanda yerləşib. Baxın. Buradan baxın da birbaşa Ceyranbatan gölü görsənir. Dəyərli müştərilər, baxın. Görürsünüz. Xırdalan şəhərinin tam olaraq mərkəzi bir ərazisindədir. 28-ci məhəllədə. Təzə bazarın, köhnə bazarın, uşaq bağçalarının, böyük ticarət mərkəzlərinin, məktəblərin tam qarşısına yerləşir bu gördüyünüz gözəl mənzil. Keçək indi isə yataq otağını sizlərə təqdim eləyək. Bura isə yerləşir geniş ölçüyə malik olan yataq otağı. Yataq otağında olan bütün avadanlıqların hamısı qalacaq evimizin içərisində. Yəni heç bir əşya götürülmür, dəyərli müştərilər. Hamısı yataq otağında qalır və həmçinin mətbəx hissəsində. Sadəcə olaraq qeyd etdiyimiz kimi qonaq otağı tam şəkildə götürüləcək. Televizor, kondisioner, soyuducu götürülür. Qalan əşyalarımız qalır. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə hər birinizə təşəkkür edirəm. Digər videolarda görüşənəcək dəyərli müştərilər.